konferans iştirakçıları, hörmətli şahmat, Azərbaycan Şahmat Federasiyasının üzvləri, şahmat ictimaiyyəti, hörmətli İcraiyyə Komitəsinin üzvləri, hörmətli xəritməli, mən ən öncə işimizə başlamamızdan əvvəl istəyirəm Fərid bəydən qısa bir salamlama münasibəti ilə söz verib. Geri gəlmişkən qeyd etmək istəyirəm ki, Fərid müəllim burada olmağı bizim üçün böyük bir şərəfdir, böyük bir sevincdir. Fərid müəllim Azərbaycan Şahmat Federasiyasında ümumiyyətlə gördüyümüz kimi Azərbaycanda olan bütün çox sayılı həm də Azərbaycanın tam xəritəsini əhatə edən yarışların demək olar ki, buraxın hamısında iştirak edir. Bugün də növbəti beynəlxalq Urban Forum çərçivəsində olan tədbirlərin birindən birbaşa gəlib bura. Kreativ bir yarışlarda, tədbirlərdə biz görürük ki, nəsə yenilik var, nəsə yeni bir şey fikirləşirlər. Həm də ki, təbii ki, bizim o təbii ki, hesabat olacaq. Əlavə etmək istəyirəm ki, bizdə İlahi xanım var. Bu yaxınlarda dedi, ötən il 2024-cü ildə bunun əsası qoyuldu. Və Türk ölkələrinin, Türk dil ölkələri şahmat federasyonlarını birləşdirən Turkish Chess Federation bir təşkilat yaradıldı. Bu təşkilatın yaradılmasında əsas driver, əsas bu işi aparan, əsas ideya daşıyıcısı, əsas generator İlahi xanım idi. Sonra bu təşkilat quruldu və təşkilatın birinci qurulduğu tarixdən müəyyən tarixə qədər Türkiyə sədri oldu. Sonra hal-hazırda sədrlik Qazaxıstana keçib və Qazaxıstan bu işi çox gözəl aparır. Ancaq təşkilatın daimi baş katibi var, Fərid müəllim, o baş katibi İlahi xanımdır. Doğrudan da kimsə işləməlidir. Tamamını bilirsiniz və İlahi xanım o çox ləyaqətlə çox böyük profesional səviyyədə aparır. Və siz yarışlardan danışdınız, biz bugün 25-ci ilə baxacağıq, ancaq 26-cı ildə olan son uğurumuzu biraz deyək, biraz övlək edək. Niderlandın Wijk aan Zee şəhərində keçirilən Data Steel Chess turnirinin challenge yarışında Aydın Süleymanlı bir-ikinci yerləri bölüşdürdü. Fevralda ilk dəfə kişi və qadınlar arasında titulunun asılı olmayaraq bütün aktiv şahmatçıların iştirakı ilə Azərbaycan çempionatı baş tutdu. Yarışa rekord məbləğdə mükafat fondu təyin olundu. Kişi şahmatçılarda ümumi mükafat fondu 60.000, qadınlarda isə 30.000 manat təşkil etdi. Şahmatçılara təqaüdlər verilir, təlim məşğullaşları keçirilir. Eyni zamanda maddiyyatlar, bilik mükafatlandırma nəticələrə görə bütün bu xərclər üzrə 881 manat, 881.021 manat vəsailə sərf olunmuşdur. Baku Open. Dediyim kimi, zaman tələb belə idi ki, bloger biraz biz kritik baxıb və onun dəyişdirilməsi üzərində sədə alaraq. Sənan Şəhzadə bilir, biz iki dəfə tender elan elədik. Böyük sayıda, böyük miqdarda yüzlərlə təkliflər bölməsinin mövcudluğu. Ümumiyyətlə, yeni sayt həm məşqçilər, həm hakimlər, həm məktəb və qulluqlarda, o cümlədən fide ailə əldə eləmək istəyən gənc şahmatçılar üçün imkanlar təqdim edir. Məktəb və qulluqların qeydiyyatı onların az əvvəl göstərdiyi ölkənin şahmat xəritəsində öz əksini tapacaq və qulluqlar üçün də ayrıca bir məkan təqdim olunur federasiya sayti daxilində. Daha sonra danışmaq istəyərim, federasiya bölməsi əvvəlki ilə oxşarlıq təşkil edir, yeni əlavə olunan elektron müraciət bölməsi, burada deməli, ərizə şikayət təklif və sair funksiyalar əlavə olunub. İlk dəfə komissiyalar üçün ayrıca səhifələr nəzərdə tutuldu, hər bir komissiyanın fəaliyyətini daha geniş çatdırmaq üçün komissiyanın həm tədbirlər planı, üzvləri, sənədlər direktiv bölməsi formada bu bütün komissiyalar üçün nəzərdə tutulubdur. Əlavə olaraq xüsusi bir fərqi qeyd etmək istəyirəm. Yeni yaranan təsnifat komissiyası eyni zamanda ölkədə dərəcəli şahmatçıların reyestrinin
qurulması üçün də aktiv fəaliyyətinə ehtiyac var və eyni zamanda onu da qeyd etmək ki, məktəb və qullarında bu mövzuda təsdiqat komissiyası ilə gərək qarşılıqlı fəaliyyəti uğurlu olması ki, biz nəticəyə nail ola bilək. Və eyni zamanda bir məqamda qeyd etmək istəyirəm, Nizam İnsan Komissiyasının səhifəsində belə bir bölmə var, cəzalılar bölməsi. Bura qədər Şahmat Federasiyasının qəbul edildiyi etik davranış qaydaları var idi. Bununla bağlı biz sonuncu turnirlərdə də turniри yarıcı tərk etmələr və bu kimi negativ hallar ümumiyyətlə irəlidə nəzərdə tutulur ki, bu mərkəzləşmiş belə bir sistem qurulsun və infosu da göstərsin, hansı səbəbdən o şifahi xəbərdarlıq, yazılı xəbərdarlıq və istifadə ilə cəzalandırılır. Növbəti bölmə təqdim bölməsidir. Əvvəlki sayıqda təqdimlə bağlı müəyyən çətinliklər var idi, təqdim artıq yeni təqdim bölməsi 3 hissədən ibarətdir. Daxili yarışlar ölkə arasında keçirilən bütün turnirləri əhatə edəcək. O cümlədən bura festival turnirləri, sadə turnirlər. Yəni məqsəd bütün şahmat ictimaiyyətinin diqqətini federasiyanın yeni saytına yönəltməkdir. Daxili yarışlardan biz olaraq göstərir. Eyni zamanda federasiyanın tədbirlər planı aşağı bölməsində və bir də FİDE nümunəsindən tamamlanır. Ümumi təqdim bölməsi burada da iki görünüşdə həm grid, həm də list formasında belə turnirlər haqqında qaydınlarını görəcək və təbii ki, bunları seçimə bağlıdır. Aşağıdəni və FİDE-nin tədbiri, klikə bağlı bir kimi seçim edə bilərsiniz. Növbəti bölmə milli bazadır. Burada həm şahmatçılar, yeniyetmə yığmamız, milli yığmamız, şahmatçılar məşqləri və hakimlərin üçün baza funksiyasını yerinə getirir. Burada hər məşqdə sataldığım bölmə üzrə bazaların qurulması nəzərdə tutulur. Ölkə şahmat bölməsində həm tariximiz, qələbələr, milli səviyyədə qazandığımız qələbələr, medalçılarımız bölməsindən istəyən buna toxunmaq. Burada müstəqillik dövründə 92-ci ildən əldə olunan medallar, məsələn üçün Qədir Hüseynov onun əldə elədiyi nailiyyətlər hansı profil şəklində görəcək. Daha sonra mən qeyd etmək istəyirəm məktəb və klublar üçün də platformanın az əvvəl qeyd edelim. Təklif olunur, hər bir klubun qeyd etdiyim kimi adlar şərtidir. Məsəl üçün bir üzərində kriterdir. Onun fəaliyyəti, yerləşməsi, təsisliyi, maddi texnika bazası necədir? Yəni biz klublarla da əməkdaşlığı daha da genişləndirmək, yeni saytə hədəfləyik. Çempionatların arxivi, bu da müstəqillik dövründən etibarən təkrar qeyd edirəm, görünən adlarımızın şərtidir. Bu formada illər üzrə həm yeniyetmə kişilərin adları çempionatının bazasının qurulmağı hədəfləyik. Media bölməsində isə mediada şahmat tariximizlə bağlı olan şəkillər, videolar, arxiv kimi burada planlaşdırılır. Ümid edirəm ki, federasiyanın yeni saytı həm interface baxımından, həm funksionallıq baxımından ölkənin yaxşı idman federasiya saytlarından birinə çevriləcək. Bunun üzərində ciddi iş gedir. Amma əlavə olaraq qeyd edeyim ki, saytın dolğun informasiyaların olmağı üçün şahmat ictimaiyyətinin də bu mövzuda aktiv iştirakına ehtiyac var. Çox sağ olun. Sağ olun. 6 rəsmi yarışımız olub 2025-ci ildə. Yanvar ayında ənənəvi yarışımız olub. Üstünlüyü şahlara verdik, dələtnamə yarışları keçirdik. Və peşəkar bizim Sultan Tanrı gənc şahmatçıları əsas qarşılar oldu. Sual İbrahimli, Doğulan Nəzirli və Əslan Baxşılardır. Onda əsas yarışımız sözlük ki, iş nöqtə həll etmə yarışları qeyd edilir. Əsas yarışımız hər il aprel ayında keçirilən Azərbaycan çempionatı idi. Keçən il 44-cü Azərbaycan çempionatıdır. Artıq 5 ildir Sumqayıtda keçirilir bu yarış. Dünya Kubokunun mərhələsi olduğu üçün həm də Rusiyadan şahmatçılar iştirak edir. Yarışın səviyyəsi də çox artıqdır. Yenə də praktik şahmatçılarımız da çox olur. Araz Almanlarov 17 qat Azərbaycan çempionu hazırlıq alsanlı bu yarışdır. Bir də əsas həll etmə yarışımız bizim ənənəvi yarışımızdır. Deməli, Adna terrorunda həlak olan Məzun Vahidovun yarışı keçirilir, həll etmə yarışı Sumqayıtda keçirilir. Burada da çox yaxşı yarışdır. Deməli, 59 iştirakçı var idi. Qaliblər Tona tanınmış şahmatçılar, Tunar Davudov, Rəman Hacıyeva, Məryəm Ağaverdi.
həll etmə yarışı, bir dənə də həll etmə yarışı biz Koreya Respublikasında İnçon şəhərində İnha Universitetinə dəstək oldu. Onlar bizə müraciət eləmişlər. Bizim bir şagirdimiz var, şagirdim mənim var. Respublika çempionu olub vaxtilə. Bir neçə də mükafatçı olub, orada tələbədir. Azərbaycan Diaspora Dəstək Fondu və Koreya Respublikası Səfirliyi onlar birlikdə keçirmişlər bu yarışı. Biz məsələləri hazırladıq, seçdik, yoxladıq, onlara göndərdik, onlar da yarışı keçirdilər. Tərtib yarışlarından isə biz əsasən 7-ci Azərbaycan Kumbokunu keçirdik, 6 bölmə üzrə. Deməli, 8 şəhərdən 16 şahmatçı, 60 şahmat dəstəsi göndərmişdi. Bu da çox mükafat fondunu artırdıqdan sonra yarışın səviyyəsi yerli yarışlara üstünlük verməyə başlayıblar. Sonra yenə tərtib yarışı, Azərbaycan miniatür yarışı və komissiyamızın 55 illiyinə, keçən 55 illiyi oldu. Biz yarış keçirdik, 6 bölmə üzrə 21 ölkədən 82 şahmat dəstəsi, 166 məsələ və etik göndərmişdi. Sevinciniz aldı ki, bu yarışda Xaqan Əhmədin və etidiyim yer tutdu. Biz də komissiyanın öz gücünə biz yarış keçirdik. Tanınmış şahmat dəstəsimiz Mübarək Səfərovun 60 illiyi nəsr olunmuş. Burada da yarışda 9 ölkədən 23 müəllif, 36 3 gedişli məsələ göndərmişdi. Mübarək Səfərovun əsasən 3 gedişli düzəldi. Burada da maraqlıdır ki, mükafatçılar sırasında beynəlxalq rəsmiyyətlə Əhməd Əhmədzadə var idi. 3 gedişli məsələsi. Bəli, burada. Deməli, ilin sonu biz həmişə işlərimizi xüsusi jurnalda buraxırıq, ilin sonu. Keçən il 2 dənə belə buraxırıq. Bütün işlərimizi burada toplayırıq və onları qeyd edirik. Ancaq əvvəlcədən qeyd etmək istəyərdik ki, 29-30-cu sayımız çıxdı. Əvvəlcədən qeyd etmək istəyərdik ki, bizim komissiya ən qodaman komissiyadır. Bu il 56 yaş oldu. Ancaq çox büyük ki, büdcəmizi qürur artırdı. Keçən il söz vermişdiniz, ancaq büdcə dəyişmədi. Razılaşın ki, birinci çempionlar 550 manat vermək biraz gülməlidir. Azərbaycan... Müraciət edin, biz bütçədən biraz yaratıcı yanacaq. Ağsaqqala biraz yaxşı hörmət olsun. Ağsaqqal deyəndə komissiya. Ən qocaman komissiya, bizdən qocaman yoxsa. 55-56 yaş oldu. Sağ olun, Sazamov var bu qədər çalışdığım. Çok sağ olun. Benim bu komisyonda kompozisiya münasibətim tam başqadır. Biraz olmalı ancaq başa düşürəm ki, bu kompüterlərin peyda olmağı ilə, artıq bu səviyyəyə çatmağı ilə kompozisiya olan qiymətli münasibət istər-istəməz dəyişməyə başlayır. Biz əvvəllər bəstəçini, kompozitoru elitli sayırıq, super elitli sayırıq. Ancaq bak geçtiği böyle şahmatçılar elini sayılırdı. Grasmester var, her bir Grasmester bir tarihçi, bir unikal bir şeydi. 12 yaşında artık Faust'un olmuş bir Grasmester oldu. Eziyet değişiklikleri alacak, hangisini bilirsin? Bu mevzulara tutma. Ancak besteciliğe, kompozisiye nasıl bir başkadır. Şimdi kompozit, görürüm ki çok sevdiğiniz olur ki ben daha çok ona şey veririm. Sizin yarışlarda bizim praktik şahmatçılar hem kompozitör gibi hem həlletmede iştirak eden adamlar gibi, həlletçiler gibi çok təhlükələrə layıqdır. Ve de məşq prosesində kompozisiyalar, onların həlli, etüdlərin həlli, xüsusi etüdlərin həlli böyük yer tutur. Ben gördüm o gün sizlere göndermişsiniz, Aniş Geri'yle ondan birlikte meseleniz. İlham Əliyev, Aniş Geri. Bu oyunundan müstəqil ona üç şahmatçımızda dünya etik gözüküyor. Daha sonra Aras Mehmet'in şahsı qeyd etmək lazım değil mi? Meseleniz. Ben tanınmış şahmat. Bu kadar bəstəçiliyi var, iştirakı var, şahmat hərəkatında onu mütləq qeyd etmək lazım. Ona da sizə bir abzat verilsə ya. Deyirəm də bunu təqdim edərsiniz. Ali savadı yox. Müraciət edərsiniz. Ali savadı burada təqdim edərsiniz. Yaxşı, çox sağ olun. Buyurun, mütləq müraciət edin.